السلام عليكم ورحمة الله. İnşallah Ali İmran suresi 75. sayfa ayet 180. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ولله ملك السماوات والأرض والله على كل شيء قدير. إن في خلق السماوات والأرض واختلاف الليل والنهار لآيات والنهار لآيات لأولي الألباب. الذين يذكرون الله قياما وقعودا وعلى جنوبهم ويتفكرون في خلق السماوات والأرض ربنا ما خلقت هذا باطلا سبحانك فقنا عذاب النار. الذين يذكرون الله قياما وقعودا وعلى جنوبهم ويتفكرون في خلق السماوات والأرض ويتفكرون في خلق السماوات والأرض ربنا ما خلقت هذا باطلا سبحانك
سبحانك فقنا عذاب النار. ربنا إنك من تدخل النار فقد أخزيته وما للظالمين من أنصار. ربنا إننا سمعنا مناديا ينادي للإيمان ربنا إننا سمعنا مناديا ينادي للإيمان أن آمنوا بربكم فآمنا. ربنا فاغفر لنا ذنوبنا وكفر عنا سيئاتنا وتوفنا مع الأبرار. ربنا وآتنا ما وعدتنا على رسلك ولا تخزنا يوم القيامة. ربنا وآتنا ما وعدتنا على رسلك ولا تخزنا يوم القيامة إنك لا تخلف الميعاد. إنك لا تخلف الميعاد. إنك لا تخلف الميعاد. بسم الله الرحمن الرحيم. إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر.
Allahu Ekber. Bismillahirrahmanirrahim. İnna a'taynakel kevser. فصل لربك وانحر. فصل لربك وانحر. إن شانئك هو الأبتر. صدق الله العلي العظيم. اللهم على رسول الله وآله الأطهار. Allah qəbul eləsin, Allah hazır versin. Mən tilavətdən sonra gedirəm, ədəbsizlikdən hesab eləməsin, hacıdan üzr istəyirəm. Bizim də məsciddə tədbir var, hacı bağışlayarsınız. Xahişim. Hanım Zəhra salamullah aleyhanım. Pak və mütəhər ruhuna salavat hədiyyə edir. Allahümme salli ala Muhammed Ali Muhammed. Sənə izzət verib aləmdə xuda. Ya Zəhra, sən ismət bağına zövq-i səfa. Ya Zəhra, inşallah ya Zəhranın bağını deyir. Sənə izzət verib aləmdə xuda. Sən ismət bağına zövq-i səfa. Zikr edər darə düşənlər o mübarək adını. Eşidərsən cəmi məzlumilərin fəryadını. Ey Xuda şirinin ismətli vəfalı qadını. Sənə məxsusdur sədaqətlə vəfa. Sənə izzət verib aləmdə xuda. Sən ismət bağına zövq-i səfa. İsmini zikr eləyənlər ucalıb qibtə edib. Çox xanım ibrətini səndən alıb qibtə edib. Sənə əxlaq özü heyrətdə qalıb qibtə edib. Sən axı eyləmisən kördən həya. Sənə izzət verib aləmdə xuda. Sən ismət bağına zövq-i səfa. Edərik başımıza tac o sınmış qapını. Çarəsizlər olacaq çarəsi sanmış qapını. Hər kimin hacəti var, döysün o yanmış qapını. Ey şəfaət hərəmi, dərdə dəva. Sənə izzət verib aləmdə xuda. Sən ismət bağına zövq-i səfa. Sən öz övladlarıva bu dünyada cənnət idin. Əlinin dərdini böldün, ona həm söhbət idin. Bütün aləmlərə rəhmət olana rəhmət idin. Etmisən hər birinin haqqını əda. Sənə izzət verib aləmdə xuda. Sən ismət bağına zövq-i səfa. Bizə istiqamətdir əhl-i beyt bir də Quran. Nə qədər vardır ömür davam edər axıra can. Bu fəqir Əkrəmə neymət verilib bir quru can. Vermək istər sənin uğrunda fəda. Sənə izzət verib aləmdə xuda. Sən ismət bağına zövq-i səfa. Salavat hədiyyə edin. Salli ala Muhammed və ali Muhammed. Tək Əli duydu onun ağrısını, fəryadını. Mələk də tərif edir o mübarək qadını. Müşkülün olsa əgər, aç Əlivi, çək adını. Ya Həzrəti Hüseynin
Ya Əlinin, ya xanımın, adını Allah yazıbdır qəlblərə Zəhra xanımın. Həqqə çatdıqda bilin, səcdə edib şükr olunur. Bu məqama çata bilmir, çoxusu fikr olunur. Bir xanım ki, namaz üstündə adı zikr olunur, aşiqlər üçün unudulmaz adı əsla xanımın. Adını Allah yazıbdır qəlblərə Zəhra xanımın. Kifayət eyləyir ismi əsərə nümunədir. Şücaəti, şəhadəti, zəfərə nümunədir. O xanım təkcə xanım yox, bəşərə nümunədir. Verə bilməz axı bir haqqını dünya xanımın. Adını Allah yazıbdır qəlblərə Zəhra xanımın. O qiyam etdiyi vaxt göylərdən səs gələcək. O qiyam etdiyi vaxt göylərdən səs gələcək. Büsbütün bəşəriyyətə tazə bir nəfəs gələcək. Əkrəm üzülmə ginə, vəd olunan kəs gələcək. Etsə övladı edər haqqını bərpa xanımın. Adını Allah yazıbdır qəlblərə Zəhra xanımın. Salavat hədiyyə edəyən inşallah. Allah hər birinizdən razı olsun. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve accil. Peyğəmbər alı Peyğəmbərə sələvat edir. Allahümme salli ala Məriz o mərizələrimiz, dərdə bilinən, bilinməyən xəstələrimizin şifaya acil tahmalarına sələvat edir. Din uğrunda, vətən uğrunda, başda Kərbəla şəhidləri, Seyyid-i Şühəda İmam Hüseyin əleyhissalam, yar-ı ənsarı, əshabı olmaqla Qarabağımızın azadlığı uğrunda canlarını fəda vermiş, istər 1-ci Qarabağ müharibəsi dönəmində, istər 2016 aprel döyüşləri, Tovuz hadisələri, hərb tarixində şanlı zəfərimiz, 44 günlük qələbəmizdə və son sentyabr lokal antiterrorda dünyasını dəyişən bütün şəhidlərimizin ruhlarını salavatla yad edək. Məriz o mərizələrimiz, bilxüsus bu günlərdə yazanlar, zəng edənlər, iltiması dua edənlər, müşkülləri, hacətləri olanların ümumən sıxıntılarımızın həllinə sələvat edək. Zamanə imamı ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunun təcilinə, bizlərin o həzrətin zuhurunun layiqli iştirakçılarından olaq, ömrümüz vəfa qılmazsa əgər, layiqli zuhur öncəsi xadimlərdən olaq deyə sələvat edək. Məclisimizin daha da nurani olmasından ötürü qəlbimizdə və ruhumuzda mənəvi təsirə səbəb olsun, vəsilə olsun deyə sələvat edək. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri və yassir li əmri və hlul uqdatan min lisani yefqahu qawli. قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم إن الذين يؤذون الله ورسوله لعنهم الله في الدنيا والآخرة وأعد لهم عذابا مهينا. صدق الله العلي العظيم.
Peyğəmbər alı Peyğəmbərə nurani bir səlavat zikr elə. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən hər kəsə. Allahdan diləyək, etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları, Rəbbimizə üz tutaraq əl açıb etdiyimiz bütün dua, hacət və mətləbləri bizdən qəbul eləsin. Allahdan diləyək, Allah qəlbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni, pisliyi uzaq eləsin. Qəlbimizi iman nuru ilə nurlandırsın. Bu birliyimizi, bu vəhdətimizi, bu səmimiyyətimizi daimi əbədi eləsin. Bizi dünya və uğba, Quran və Əhl-i Beyt əleyhimussalamlardan ayrı salmasın. Möhtərəm cəmaatımız, bildiyimiz kimi günlərdə həmd olsun, dünyanın bütün nöqtəsində, məkanında olduğu kimi bizim Azərbaycanımızda da məscidlərdə, evlərdə həmd olsun Peyğəmbər Salavatullahın gözünün nuru, qəlbinin meyvəsi, nəslinin davamçısı olan behiş cavanlarının anaları, dünya və axirət xanımlarının seyyidəsi olan xanım Seyyidi Zəhra Salamullah əleyhanın qəmli, qüssəli, kədərli günləridir. Mən ilk öncə bu qəmli, müsibətli münasibətlə, bu günlər, şəhadət günləri münasibəti ilə başda zəmanə imamımız olmaqla bütün Əhl-i Beyt sevərlərə, sizlərə başsağlığı diləyirəm, təsliyyət ərz edirəm. Allah bizi bu qapıda elə qocaldıb, bu qapıda da ucaldanlardan, ucalanlardan qərar versin inşallah. Və təbii ki, bəzi dostlar, qardaşlar, əzizlər yubanırlar, bildiyimiz kimi sabah tarixi bir günümüzdür. Allah cümlə şəhidlərimizə rəhmət eləsin. Aramızda şəhid valideynləri, şəhid qardaşları, canlı şəhidlərimiz, o hadisənin şahidləri olan qazilərimiz var aramızda. Məhz onların fədakarlığı, canları, qanları bahasına böyük zəfər xalqımıza, millətimizə nəsib oldu. Onların 5 illiyi ilə əlaqədar ölkədə bilirsiniz ki, müəyyən tədbirlər var, parad keçiriləcək. Yolda sıxlıq təbiidir. İnşallah ki, kimin qismətində bu məsələlərdir, nəsib qismət deyiləsi bir şey var. İnşallah gəlib yetişə bilməyənlərin də elə qəlbi gəlib bura çatmaqdırsa, inşallah əminik ki, Allah elə bu məclisin savabından onlara da pay ayırar. Çünki əməlin saflığı niyyətin saflığındadır. Aramızda elm əhli olan alim Rəbbani tələbə yoldaşlar, qardaşlar var. Peyğəmbər Salavatullah və İmam Cəfər Sadiq əleyhissalamdan da bu mənada hədisi şərif var ki, İnnəməl ə'malu bin niyyat. Əməllər niyyətdən asılıdır. Ola bilər sənin etdiyin əməl öz-özlüyündə yaxşı olsun, amma sirkə balı xarab etdiyi kimi sənin niyyətin pisliyi yaxşı əməli də zayi eləyə bilər. Nümunə, məsəl çəkək. Məsələn, Allah yolunda sədəqə vermək bəyənilən əməldir. Amma sən birinə yaxşılıq eləyəndə başqasına özü göstərmə niyyəti ilə versən, bu niyyət əməli zayi eləyəcək. Yəni, əməl öz-özlüyündə yaxşı əməldir. Birini əl tutmaq, yoxsula imkansıza yardım etmək yaxşı bir şeydir. Amma sənin niyyətin xarablığı o gözəl əməli də nə edəcək? Zay edəcək. Ona görə niyyət mühümdir. Allah niyyəti saflardan bizi qərar versin inşallah. Bugün bizlər bura xanım Zəhra Salamullah əleyhanın o qəmli, qüssəli
günlərinə toplaşmışıq, gecəsinə toplaşmışıq. Mən çox danışmayıb və çox danışıb sizi yorma niyyətində deyiləm. Məclisimiz ilahi kəlamla, Quranla tilavət olundu. Əziz ölkəmizdə iftixarla o qarilər sırasında əziz qardaşım, fəxarətli əzizimiz Hacı Ruslan qardaşımız tilavət elədi. Ardıca Kərbəlayı Əkrəm qardaşımız həm məscidimizin Sinəzən heyətində elə rəhbərdir, elə məscidimizdə də xidmət eləyir. Qardaşımızın öz qələmi ilə olan şeirlərini dinlədik və biz zəlil, aciz bəndənin yorğun səsinlə inşallah ki, sizi çox yormaram. Bizim ardımızca da gənc, cavan Əhl-i-Beyt əleyhimussalamın məktəbində elə səsi ilə, ədəbi ilə inşallah ki, günü-gündən Allah ucaltsın. Elə xidmət göstərən Kərbəlayı Nail qardaşımızın inşallah xidmətindən də istifadə edərik. Bu günlər doğrudan da qəmli, qüssəli günlərdir. Hər bir şeyin ayrılığı çətindir. İstənilən bir sənə doğma olan kəsdən ayrılanda canın yanır. Mən aramızda cavan övladını əlindən verən əzizlərimdən, ata və analarımdan üzr istəyirəm. Amma övlad ayrılığı, övlad yanğısı ata üçün, ana üçün çox ağırdır. Atanın, ananın da itkisi övlad üçün ağırdır. O, övladlıq haqqını layiqincə yerinə yetirən övladlar üçün ağırdır. Peyğəmbər salavatullahdan sonra qızı Zəhra salamullahi əleyha bir tarixə görə 75 gün, bir tarixə görə 95 gün həyatda yaşayıb. Atası dünyasını dəyişəndən sonra, Peyğəmbər salavatullah dünyasını dəyişəndən sonra xanım Zəhra üçün çox ağır idi, çox çətin idi. Anası da yox idi, həm ata, həm ana Peyğəmbər salavatullah dünyasını dəyişəndə çox hicrana tab gətirə bilmirdi, çətinlik olurdu. Hətta atanın o qıza necə davranışını Peyğəmbər salavatullah öz əxlaqında onu göstərirdi. Xanım Zəhra salamullahi əleyha tarixdə yazırlar, nə vaxtı atası Rəsulullahın görüşünə gedərdi, Peyğəmbər salavatullah yerindən qalxardı, gedərdi qızı Zəhranın qabağına, əlindən öpərdi, üzündən öpərdi, bağrına basardı, gətirib öz yerində əyləşdirərdi. Bu bilirsinizmi? Dünyaya bir mesajdır, qız uşaqlarına davranışın üslubunun bir mesajıdır. Atalar öz qız övladları ilə necə rəftar etməlidir, necə davranmalıdır? Peyğəmbər salavatullah onu həm sözündə, həm də öz ədəb və əxlaqında insanlara göstərirdi. Ayət-i şərifi oxudum. Quran-ı Kərimdən Əhzab surəsinin 57-ci ayəsi. Allah Teala Peyğəmbər salavatullaha buyurur ki, İnnellezîne yu'zûnallâhe və rasûleh. Onlar ki, Allaha və onun rəsuluna əziyyət edir. Allahı və Peyğəmbəri incidənlərə, ya Peyğəmbər, de ki, insanlara çatdır ki, La'anəhumullah fid-dünya vəl-axirə. Allah həm bu dünyada, həm də axirətdə onlara lənət edər. Və a'addə ləhum əzabən muhina. Onların dözə bilmədiyi, tab gətirə bilmədiyi əzabı onlara hazırlayıb.
Bu hədis, bu ayənin təfsirində Peyğəmbər salavatullahdan bir təvatür həddində olan bir hədis nəql olunur. Bir gün Peyğəmbər salavatullah sahabəni yığdı bir yerə, qızı Zəhra salamullah əleyha da yanında. Dedi, hər kəs qızım Fatiməni tanıyıb, tanıyanlarla işim yox. Amma kim ki tanımır, bilsin, Fatimətu bəzətun minni. Qızım Zəhra mənim canımın bir parçasıdır. Yuzini ma azaha. Hər kəs ona əziyyət eləsə, mənə əziyyət edib. Kim qızım Zəhranı incitsə, məni incidib. Fəmən azani aza Allah. Məni də incidən Allah'a incidib. Deməli, ayət-i şərifədə ki buyurulur, Allah və onun rəsuluna əziyyət edənə Allah lənət edər həm dünyada, həm axirətdə. Bu hədislə onu nəticə alırıq ki, xanım Zəhra salamullah əleyhanın Peyğəmbər salavatullahdan sonra evinə hücum eləyənlər, o hücumu təşkil eləyənlər, qapısına od vuranlar, vəhy evinə atəş vuranlar da bu ayədə qeyd olunan elə dünya və axirət lənətə layiq olan kəslərdilər. Biz bunu ayə və hədislə açıq-aşkar nəticə əldə edirik. Amma bir gün Abdullah ibn Zübeyir, Zübeyrin oğlu Abdullah, Muxtarnamədə də bəzi kadrlarda əgər baxmısınızsa, ondan müəyyən fraqmentlər çəkiblər. Deyir, Peyğəmbər salavatullahın yanında o az yaşlı vaxtlarında gəzərdi, əlində bir qələm, varaq, Peyğəmbər salavatullahın ağzından hər nə çıxardı, yazardı. Deyir, bir gün gəldi, dedi, ya Rasulallah, bəzi sahabə mənə deyir ki, Peyğəmbər hər nə deyir, yazma ginən. Deyirlər ki, bəzən əsəbi olur, qəzəblənir, elə sözlər deyir, onları qələmə alma. Peyğəmbər salavatullah buyurdu ki, Abdullah ibn Zübeyrə, fəvəllahi la əqulu illəl haqq. And ola Allaha, mən haqdan savayı, haqdan başqa bir söz demirəm. O ayət-i şərifə var Quran-ı Kərimdə, və ma yəntiqu ənil həva illə vəhyun yuha. Peyğəmbər salavatullah öz həvai nəfsindən bu qızıdır deyə bir para sözlər desin, cəmaatın xoşuna gəlsin. Bu nəvəsidir deyə tərifləsin. Buyurur, və ma yəntiqu, Nəcm surəsi ayə 3. Və ma yəntiqu ənil həva illə vəhyun yuha. Peyğəmbər salavatullah öz həvai nəfsindən bir söz deməz. Hər nə deyirsə, o ilahi vəhyin nəticəsindədir. Allahın sifarişin xəlqə çatdırar. Və bu onun təsdiqidir ki, xanım Zəhra salamullah əleyhanın məqamını istəyir göstərə. Peyğəmbər salavatullahın dilindən istəyirəm o xanımın ismət ev olmasına aid bir ayət-i şərifə oxuyam, sonra xanımın məqamından danışam və sonda adəti üzrə zikr müsibətinə toxunaram. Quran-ı Kərimdə ayət-i şərifə Mübarək Nur surəsinin 36-cı ayəsi nazil olanda, bu ayə nazil olandan 6 ay sonra sərasər, 6 ay sərasər. Peyğəmbər salavatullah hər gün gəlib dayanardı Əli və Fatimənin qapısı önündə, salam verərdi. Bu ayəni oxuyardı, sonra məscidə daxil olardı. Ayət-i şərifə budur. Bismillahirrahmanirrahim. Fi buyutin əzinəllah ən turfəə və yuzkərə fiyhə smuh. O evlərdə ki, Allah öz adının çəkilməsinə icazə verib və Allahın adı çəkilməsi ilə oradan nur ucalar, Allahın adı yüksələr, ora
Allahın xüsusi nəzəri, inayəti olan evlərdir. Bu ayə nazil olanda Peyğəmbər salavatullah gələrdi. Yeganə ev Allah gedənlərə dübarə, getməyib arzusunda, intizarında olanlara Mədini Münəvvərədə Peyğəmbər salavatullahı ziyarət etməyi nəsib eləsin. Yeganə ev İmam Əli əleyhissalamın evi olub ki, onun qapısı məscidə, Məscid-ün Nəbiyyə açılıb. Tarixdə var, bu ayət şərifə nazil olanda Əd-Durrül Mənsur 6-cı cild 203-cü səhifəsində, Təfsir-ün Nur, Ruhul Məani 18-ci cild 174-cü səhifəsində bu oxuyacağım hədis-i şərif qeyd olunub. Buyurur, Qara'a Rasulullah hazihil ayə, elə ki bu ayə nazil oldu o evlərdə ki, Allah izin verib adı çəkilsin, onun nuru ucalsın. Bu evlər barəsində bunu ayəni oxuyanda fəqamə ileyhi rəculun, sahabənin içərisindən bir kişi qalxır ayağa, buyurur ki, Ya Rasulallah, eyyü buyutin hazihil buyut. Bu evlər, bu ayədə deyilən evlərdən məqsəd o hansı evlərdir? Peyğəmbər salavatullah buyurdu, qalə buyutul ənbiya. Peyğəmbərlərin evi həmin bu ayədə deyilən evlərdir. Həmin yerdə Əbu Bəkir ibn Quhafə də iştirak edirdi. Tarixlər yazır, hədis-i şərifdə bu qeyd olunur. Fəqamə ileyhi Əbu Bəkir ibn Quhafə, Quhafə oğlu Əbu Bəkir qalxır, Ya Rasulallah, əhazəl beyt minha, bu ev də onlardandır, muşirən ilə beytə Aliyyin və Fatimə. Axı məscidə qapısı açılan ev Əlinin evidir. Qalxır ayağa, muşirən ilə beytə Aliyyin və Fatimə. Əli və Fatimənin evinə işarə eləyərək buyurdu ki, ey Allahın Rəsulu, bu evdə o ayədə deyilən evlərdəndir. Qalə nəəm, min əfadiliha. Dedi, bəli, bu ev o evlərin ən üstünlərindəndir, ən fəzilətlilərindəndir. Bilirsinizmi, Peyğəmbər salavatullah sağlığında istəyirdi o evin əhlinin necə əzəmətli bir şəxsiyyət olduqlarını səhabiyə bildirsin, göstərsin. Amma bu ümmət Peyğəmbər salavatullahdan sonra çox çəkmədi. Həmin o vəhiy evinə yürüş elədi. Həmin vəhiy evinin qapısına od vurdu. 5 təni alı əbadan biri olan ayə-i Təthir 33-cü surənin 33-cü ayəsi İnnəmə yuridullah liyusibə ankumur ritsə əhləl beyt və yutəhhirəkum təthira. O ayədəki o 5 şəxsdən, kəsdən biri olan qızını hansı hadisələrlə, necə cəfalarla qardaşım rövzəsində toxunar, o hadisələri törətdilər. Amma xanım Zəhranın istəyirəm bir hədislə bir məqamına işarət eləyəm ki, doğrudan da dərindən düşünəndə xanımın haqqını biz layiqincə əda etmirik. Amma bu qısa bir vaxtda xanımın başına o qədər müsibətlər gətirdilər. Xanımın dilindəndir ki, Biharul Ənvar 79-cu cild 106-cı səhifədədir bu dediyim kəlam. Xanımın dilindəndir. Subbət aləyyə məsaibu ləv ənəhə subbət aləl əyyami sirnə ləyaliyə. Deyərdi ki, mənim başıma gələn bu qəmlər, qüssələr, müsibətlər əgər işıqlı bir günün başına gəlsəydi, zülmət qaranlıq gecəyə çevrilərdi. Bu sözün içərisində bir dərindən düşünsək, təfəkkür əhli olsaq, deyir, mənə baş verən bu qəmlər, qüslələr, müsibətlər, əzab, əziyyət, işıqlı bir günün başına gəlsəydi, zülmət qaranlıq gecəyə çevrilərdi. Amma
Xanım Zəhra salamullah əleyha barəsində istəyirəm bunu qeyd eləyəm ki, İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, qız övladları həsənədir, oğul uşaqları neymətdir. Allah həsəniyə görə savab verər, neymətdənsə sorğu-sual eləyər. Allah xanım Zəhranın hörmətinə o ailələrdə ki, körpə səsi gəlmir, o ailələr ki, körpə səsinə həsrətdir, xüsusilə o ailələr ki, elə bugün sabah tükdən asılıdır, uşağın olmamağına görə ayrılmaq, boşanma astanasındadır. Allah onlara elə xanım Zəhra iffətli, ismətli bir qız, xanım Zəhra kənizi verməklə o ailələri sevindirsin inşallah. Əgər biz baxmış olsaq, belə bir hədis var, insan evlənməklə, hədisdə belə qeyd olunur ki, İza təzəvvəcəl abdu fəqət istekmələ nisfə dini. Evlənəndə dininin yarısı nə olar? Kamil olar. Fəlyəttəqillah fin-nisfil baqi. Qalan hissəsində də Allah qoruyar. Əgər baxsaq, qız uşağı rəhmətdir. Amma Peyğəmbər salavatullah Ənbiya surəsində Allah Taala buyurur: "Və ma ərsəlnəkə illə rəhmətən lil aləmin." Ya Peyğəmbər, biz səni aləmlərə rəhmət olaraq göndərmişik. Yəni atası Rəsulullah aləmlərə rəhmətdir. Amma xanım Zəhra salamullah əleyha atasına rəhmətdir. Yəni aləmlərə rəhmət olana xanım Zəhra salamullah əleyha rəhmətdir. Əmirül Müminin Əli ibn Əbi Talibin barəsində eşidibsiniz, məşhurdur o hadisəni danışmaq istəmirəm. Xəndək müharibəsində Əmr ibn Əbdüvüdlə qarşı-qarşıya, Allah bütün zalimlara lənət eləsin, qarşı-qarşıya çıxacaq bir səhabə yox idi. Peyğəmbər salavatullah buyurdu ki, sabah bayrağı mən elə bir kəsin əlinə verəcəm ki, o hadisəni bilirsiniz. Və orada belə bir söz buyurur Peyğəmbər salavatullah ki, bu döyüş iman-ı kamillə küfr-ü kamilin, yəni imanla küfrün savaşıdır. Əgər biz tərəfdən qatılan qalib olsa, imanın küfr üzərində qələbəsi olacaq, qatılanı Əmr ibn Əbdəbid məğlub eləsə, küfrün iman üzərində zəfəri qələbəsi olacaq. Amma Əmirül Müminin Əli əleyhissalam hədislərdə var, elə ki, وَلَمَّا رَجَعَ İmamuna Aliyyun aleyhissalam zafirən ilə Rasulillah, elə ki, zəfərlə, qələbə ilə ki, qayıtdı, orada uzun bir hadisə, tarixi hadisədir. İstəqbələhu Rasulullah, Peyğəmbər salavatullah onu qarşılayır, bağrına basır və belə bir söz buyurur. لَمُبَارَزَةُ عَلِيِّن Əlinin bugünkü mübarizəsi, mübarizətü Ali ibn Əbi Talib li Əmr ibn Əbdəvid əfzəlu min əməli ümməti ilə yevmil qiyamə. Ümmətimin qiyamətə qədər bütün əməllərindən üstün. Və bir də o məşhur tarixi bir hədis var. Eşidibsiz, Zərbətu Aliyyin yevməl xandək əfzəlu min ibadətis səqəlin. Əmim oğlu Əlinin xəndək günü vurduğu zərbəsi insanların, cinlərin bütün ibadətindən üstündür. Bir sözlə Allah Taala'nın göstərişi ilə İmam Əlini imanı kamil nümunəsi göstərir. Amma o tərəfdən də hədisdə qeyd olunur ki, izdivac etməklə imanın yarısı kamil olur. Bu mənada xanım Zəhra salamullahi əleyha kamil iman sahibinin imanının tamamlanmasında bir vəsilədir. Xanımın məqamı və vəsfi barəsində. Və ən məşhur bu hədis hamımızın dilindədir ki, İmam Həsən və İmam Hüseyin haqqında buyurub Peyğəmbər salavatullah ki, İnnəl Həsənə vəl Hüseynə seyyidi şəbab əhlil cənnə.
İmam Həsənlə İmam Hüseyn behişt cavanlarının ağalarıdır. Bu ki dilimizdə əzbərdir. Amma o biri tərəfdən də Peyğəmbər Salavatullahın belə bir kəlamı var ki, Əl-cənnətü təhtə əqdamil ümməhat. Cənnət anaların ayağı altındadır. Behişt cavanlarının, ağalarının cənnəti analarının ayağı altındadır. Təsəvvür edirsənmi, xanım Zəhra salamullahi aleyha necə bir məqam sahibidir? Bu danışdığımızın hamısını bir yerə cəm etsək, xanım Zəhra salamullahi aleyha rəhmətdir aləmlərə rəhmət olana. Kamil iman sahibinin imanının tamamıdır və ayağının altı behişt cavanlarının, ağalarının cənnətidir. Belə bir xanım haqqında biz nə danışaq? Onu necə vəsf eləyək? Onu necə haqqını əda eləyək? Amma çox əfsuslar olsun, xanım Zəhra salamullahi aleyhanın o çətin anlarında eşidibsiz, Əmirül Müminin Əli əleyhissalamı çox müdafiə eləyərdi. Doğrudan da zövcə-i salihə, o iffətli, ismətli xanım neymətdir. Allah o iffətli, ismətli xanımları, anaları, bacıları Allah xanım Zəhradan ayrı salmasın. İmam Əli əleyhissalama çox xidmət eləyərdi. Hətta o axır anlarında, bu günlərdə, çətin olan anlarında Fizdə deyir, Mövla Əli qapını döyəndə xanım bilərdi, o ta evdə səsdən hiss eləyərdi. Deyir, mən elə ki gedirdim qapını açmağa, deyərdi Fizdə, gəl kömək elə, məni yatağımdan qaldır. Deyir, o yatağından qalxardı, bir əli sınıq qabırğasında, sinəsində, bir əli də divardan tuta-tuta, asta-asta gələrdi qapını Mövla Əlinin üzünə açardı. Mövla Əli deyərdi, əm qız Zəhracan, niyə belə eləyirsən? Deyərdi, əm oğlu Əlican, mən sənə layiqincə xidmət eləməmişəm. Layiqincə sənə qulluq eləməmişəm. Atam Rəsulullah buyurub ki, Əhl-i Beytimdən ən birinci mənə sən qovuşacaqsan. Əm oğlu Əlican, bilirəm, mən qonağam, tez gedəcəm, amma ayağım nə qədər yeriyir, qədəmim qüvvəti var, istəyirəm qapını sənin üzvə özüm açam, sənin qulluğunda özüm dayanam. Mövla Əli qəmli, qüssəli halda xanımın yanında əyləşmişdi. Buyurdu ki, əmə oğlu Əlican, niyə qəmlisən, niyə qüssəlisən? İmam Həsənlə İmam Hüseynin əlindən tutardı, Mövla Əlini o cür görəndə. O pərvanə Şamın başına dolanan təki, deyərdi, əmə oğlu Əlican, qəm eləmə, sənin Həsənin var, sənin Hüseynin var, sənin məntəki əmin qızı Zəhra var. Qəm eləmə, əmə oğlu, gör nə qədər dəstək olub, nə qədər yanında olub. Mövla Əli gördü, əmsi qızı Zəhra çox qəmlidir. Buradam qız Zəhracan, niyə qəmlisən? Dedi, əmə oğlu, mən ki bu Mədinəlilərə, bu xanımlara bir şey eləməmişəm. Atam öləndən sonra heç qapımı açan yoxdur, mənlə bir dərdi dil eləyən yoxdur. Nə gələn var, nə gedən var. Tək tənha qalmışam. Mövla Əli xanımın bu sözlərindən qəmlənib, narahat olanda gözləri dolur. Buyurur, əmə oğlu Əlican, bəs sən niyə ağlayırsan? Buyurur, əm qızı Zəhra, sən buna görə ağlayırsan ki, gəlib sənə baş çəkmirlər, salam vermirlər. Amma mən ki Mədinəliyəm, salam verirəm, bəzilər heç mənim salamımın cavabını almır. Bəs mən nə edim? Buyurdu ki, əm qızı Zəhracan, gördü xanımın halı solub, xəstəlikdən halı əvəz olub. Buyurdu ki, əm qızı Zəhracan, mən indiyənə qədər kiməsə yalvarmamışam.
Amma səndən istəyim budur ki, məni tək qoyub getmə ginən. Məni tənha qoyma ginən. Xanım Zəhra salamullahi əleyhanın o axır anlarındandır. İmam Həsən əleyhissalamdan nəql eləyirlər. Deyir, anam Zəhra salamullahi əleyha dua eləyirdi. Mən də amin deyirdim anamın duasına. Deyir, bir yerə gəldi çatdı. Anam bir dua elədi. Mən anamın duasına amin deyə bilmədim. Dedi, Allahümmə acil vəfati səri'a. Allah, mənim ölümümü tezləşdir. Allah, məni tez öldür. Deyir, mən anamın bu duasına amin deyə bilmədim. Analarım yaxşı bilər, üzr istəyirəm övladını əlindən verən analarımdan. Görərsən, ananın başına nə gəlsə, deyər, qurban olsun balalarıma, deyər, qurban olsun oğluma, qurban olsun qızıma. Amma baxın, ay Əlinin qeyrətli şiələri, ay xanım Zəhranın o iffətli, ismətli davamçıları olan analarım, bacılarım, 18 yaşında bir cavan gəlin, Həsən, Hüseyin, Zeynəb, Gülsüm kimi 4 gül bala. Amma xanıma o qədər əziyyət eləmişdilər ki, xanım o balaları nəzərə almadan dua eləyərdi. Allahümmə acil vəfati səri'a. Allah, daha dözə bilmirəm. Allah, daha taqətim qalmayıb. Mənim ölümümü tezləşdir deyə. Bir neçə kəlmə xanımın vəsiyyətindən nəql eləyim, qardaşım davam eləsin. Deyir, xanım Zəhra salamullahi əleyha, dedəm, oğlu Əlican, sənə bir neçə vəsiyyətim var. Ən birinci məşhur vəsiyyəti ki, qəssilni billeyl, kəffini billeyl, dəffini billeyl, məşhurdur bu. Amma oğlu Əlican, məni gecə ilə qusl elə. Gecə ilə kəfən eləyib, gecə ilə də qəbrə apar, dəfn elə. Bizdə rəsmidə adətdir. Biri gecə dünyasını dəyişsə saxlayarlar, onu günüz dəfn eləyərlər. Amma xanım Zəhra salamullahi əleyha buyurur ki, oğlu Əlican, İdfinni leylən və la tu'lim əhədən bi vəfati min haulâillezîne zələmûni. Amma oğlu Əlican, sənə vəsiyyətim budur ki, onlardan bir nəfərə məlumat vermə, bildirmə mənim öldüyümü. Onlar ki, mənim canımı elə yandırıb ha, onların heç birinə mənim ölümüm barədə məlumat vermə. Vədfinni sirrən vəxfi mavdi'a qabri. Amma oğlu Əlican, məni elə yerdə dəfn elə ki, heç qəbrimi bilməsinlər. Odur ki, Mövla Əli bir gecədə Seyyid ibn Tabusun əsərində var, 7 qəbir qazdı ki, bilinməsin, o təzə qəbirlə gəlib tapmasınlar. 7 qəbir ayrı-ayrı qazdı ki, Zəhranın qəbri bilinməsin, Zəhranın vəsiyyətinə əməl etsin deyə. Buyurdu, usikə bi övladi kulləhum əmən ba'di. Buyurdu ki, əmoğlu Əlican, balalarımı sənə tapşırıram. Anaları yoxdur, sən onlara həm ata, həm ana olasan. Məndən sonra onlara yaxşı baxasan. Ana fədakardır, ölüm üstə olsa da belə balaların düşünür. Buyurur, usikə bi övladi yəbnə əmmi, əmoğlu Əlican, balalarımı sənə vəsiyyət eləyirəm, tapşırıram. Buyurur, elə ki, məni dəfn elədin, məni dəfn edəndən sonra get cəddim Rəsulullahın qəbri üstə salam ver, deyən əmanətü təhvil verdim. Amma oğlu Əlican, mənim nə bacım var, nə qardaşım. Mənim ağlayanım yoxdur. Mənə həm bacı əvəz ağlayarsan, həm də qardaş əvəzi. Analar gözəl bilər. O balaca körpə uşaqlar gecə oyanar su istəyər. Buyurur ki, balalarımı nə bağda susuz qoyasan, nə bağda Hüseynim oyananda susuz qala. Xanım Zəhra salamullahi əleyhanın o vəsiyyətləri bir kəlmə deyim, qardaşıma verim, o zikri müsibətin o yanğılı yerinə sizlər təki mən də qardaşımın səsinə müştağam, elə istəyirəm o çox oxusun, onların səsini çox eşidək. Fizzə deyir, bizə tapşırmışdı,
İmam Həsən, İmam Hüseynə tapşırmışdı, balalarım, nə bada ucadan ağlayasınız, səsizi eşidələr. Mən sizdən soruşuram, adətən bir ana, bir ata dünyasını dəyişəndə, bir evdə körpə uşaq olanda onu ya qonşuya apararlar, ya qohuma apararlar ki, o səhnəni görməsin. Böyük övladının 6-7 yaşı, Zeynəbin 5 yaşı, Gülsümün 2 yaşı, 4 balanı necə o körpə balıya deyəsən onun üçün ağlama, amma səssiz ağlayardılar atalarının sifarişinə, ananın vəsiyyətinə görə. O Səlmanın əhvalatın qardaşım oxuyar, amma deyir, mən o anda çatdım, gördüm Həsənlə Hüseyin su aparır, Mövla Əli Zəhraya qüsül verməyə hazırlaşır. Tarix belə səhnə görüb, 5 yaşında, 6 yaşında körpə ananın cənazəsinə su aparır. Ananın təşyi cənazəsinə su taşıyıb. Fizdə deyir, mən su tökürdüm, Mövla Əli Zəhraya qüsül verirdi. Bizə deyərdi, ucadan ağlamayın. Deyir, bir onda gördüm Mövla Əli əlin saxladı. Arxa-arxaya gedib divara söykənərək bəka, müka, ənşədida, hönkür-hönkür ağlamağa başladı. Dedim, ya Əli, ya Əmirəl-Müminin, bizə deyirsən ağlama, bəs niyə özün indi ağlayırsan? Deyir, Fizdə, mən indi bildim niyə mənə vəsiyyət eləyib, qəssilni billeyl, məni gecə ilə qusl elə, nəvai nayidən qan gəlir, o mismarın yerindən hələ də qan gəlir. Yara Kəbutərim bulanadan gedir, bulanadan gedir. Tabut-ı Fatıma kaşanadan gedir, kaşanadan gedir. Rəhm eylə ey Xuda, yalqızdır Murtaza. Rəhm eylə ey Xuda, yalqızdır Murtaza. Zəhra dayan, dayan, Zəhra dayan, dayan, Zəhra dayan, dayan, Zəhra. Dayan Zəhra, Əlinin səsinə uzaq səs ver. Zəhra dayan, dayan. Zəhra dayan, dayan, Zəhra dayan. 5 yaşda Zeynəbi aram edim necə, aram edim necə. Hey səsləyir nənə, qurban olum sənə. Zəhra dayan, dayan, Zəhra dayan, dayan. Səsli uca de,
Zahra dayan Ay her yerden Zehra'nın yasına gelenler Ay ana yasına gelenler Ay kalbinde derdin götürüp anasına demeye gelenler O kapı içi açık oldu Baş sağlığına gelen olmadı Ama sen gelip seni emir el muminine baş sağlığı vermeye El başın sağ olsun O balaların bir nefer kalbini almadı O balaların gözyaşın silen olmadı Gelmişsen anam meznesine mütevessil ola Kapısı yana hanıma salam olay Kapısı zulm ile yanan hanıma Salam ola gemi dünyanı ağladan hanıma Salam ola üreği lale misli kan hanıma Kaburgası der o divarda sınan hanıma Salam ola üreği lale misli kan hanıma Belki çölünde gidip gizli ağlayan hanıma Ay bir ildi eyyam gözleyen Bir ildi nenesi Zehra'nın yasına gelip derdim diyen Her kimin derdi var, isteği var Ben belə bilirim, burada anasını itirenler var Ana böyük varlıqdır, ana balaya mehribandır Eğer bir evde ana dünyadan geçse Evvel onun balası dayanar kapıya Gelenlerin baş sağlığını alar ya İmam-ı Zaman Bak cinəndən övün yasında ağlayanlara Değerli acım Ustadım işare verdi Hanım Zehra selamun aleyha Vesiyetlerin dile getirdi Dedi Mevla can Deffin billeyl Keffin billeyl Kessin billeyl Emir el muminin Gördü o gözlerinden yaş sarı oldu yere Hanım o gözyaşların götürdü seçti yareli sinesine Dedi hanım bunun ne illeti var Dedi ay Ali babamdan eşitmişim Məzlumun gözyaşı her kalbe derman Məzlum Ali Köməksiz Ali Adamsız Ali Bir vəsiyyətlərin elədi Amma dedi Ali can Ağla mənə Ağla mənim yetim balalarıma Ağla mənim o köməksiz balalarıma Ali Amma dedi əvvəl istəyirəm Bu 4 balamı otaqdan xaric eyniyəsin Dedi Zəhra bu 4 balon otaqdan niyə geçsin Dedi Ali can istəmirəm ana can verəndə onun balaları görələr Mənim balalarım körpədirlər Mənim balalarım elə anadan doymayıblar hayal Balalarım görməsinlər ana necə can verir Başladı Emir el muminin yasın tilavət elədi
Bir yerde hanım Zeynep gördü, Allah Zehra'nın üzün bağladı Ali. Ay gelinliği yalan olan anam lay lay, kafila divar arasında kalan anam lay lay, Möhsün'ün görmeyen anam lay lay, cavanlıkta qəddi xəm olan anam lay lay, anam lay lay, anam lay lay, anam lay lay. Allah göstermesin, hiçbir kişiye göstermesin. O kadar məzlumiyyətdir. Əmir-əl-Müminin Zehra'ya özü quslu verir. Yazdık bunu qələm, buna qəlbim alışır. Ananın qusluna caməldə uşaqlar su daşır. Görmüşük bir evdə əgər cavan ana dünyasını dəyişsi, onun o körpə balaların evində saxlamayıblar. Ya qonşunun evinə apararlar, ya qohumun evinə apararlar ki, bunun balaları körpədir. Bunun balaları körpədir, qoy ana cənazəsini görməsinlər. Amma Səlman bir gecənin bir aləmi mən Əlinin evində bir mənzərə gördüm. Gördüm o körpə balaları su aparır. Əli qusul eləyir Zəhradır. Amma qusul eləyəndə bir neçə yerdə Əmir-əl-Müminin əlin saxlayıb balaları aram eləyib. Deyir, mənim balalarım ağlayırsınız, amma çox ucadan ağlamayın. Baxın, mən sual verirəm, birinin anası ölə. Ona necə deyərlər ki, ağlam. Ona necə deyərlər, ucadan ağlamam. Məzlumiyyətlə bizim qəlbimiz qurban. Ya Əmir-əl-Müminin, dedi, oğlum Həsən, sən mənim böyük balamsan. Bacıların ağlayanda onları aram sən elə. Balalar biri-biri ilə qucaqlaşdılar, ağladılar, amma necə ətəkləri ağzında ağladılar. Amma Fizzə deyir, gördüm qüslun bir yerində Əmir-əl-Müminin əllərin qoydu divarı, elə hönkürtü ilə ağladı. Dodağının altında dedi, Zəhra, elə utandım səndən ay Zəhra. Zəhra, sınav qabırğalar və əlimdəydi ay Zəhra. Ay məndən dərdin gizlədən xanım, mən gərək hər dərdimi səndən böləydim, bölmədim. Bilirsən deyək məndən, mən gərək hər dərdimi səndən böləydim, bölmədim. Mən sənə quslum verən saat öləydim, ölmədim. Buna bax, ölmədim, qaldım cənaz. Ölmədim, qaldım cənazən, üstəsinə dağladım. Ölmədim, öz əllərim, gözlərimi bağladım. Yaralı Zəhra, Kes seni tapşırdım Allah'a yaralı. Ne olar uza diye. Kes seni tapşırdım Allah'a yaralı Zahra.
Seni tapşırdım Allah'a, yaranızlara. Ana cenazesin gusül elədin, gətirdin doğ dimanına. O çox gecə yatmayan əli. Ananın cenazesi eve gələndə, ay anasını əlindən verənlər yaxşı görübsünüz. Ananın cenazesi eve gələndə balalar öldürər özünü. Əmir el-Muminin dedi oğlum Həsən, qapını açıq sağla. Bəlkə baş sağlığına bir nəfər gəldi dedi, başın sağ olsun ay Əli. Amma bir nəfər gəlib demədi Əli, bu evdə nələr olur? Bu evdə bir cavan ana dünyadan gedib, ondan balaların yığdı başına. Mən hər yerdə belə oxumuşam, məşhur idi. Deyərlər bir evdə ana dünyadan geçsə, onun əvvəl qızın çağırarlar oxşama deməyə. Əvvəl xanım Zeynəb gəldi, ananın baş tərəfindən əyləşdi. Kəfənin baş bəndini asdı, üzün qoydu nənənin o sili göyərdən üzünə. Dedi ay üzünə sil deyən anam lay lay, anam lay lay, anam lay lay. O qədər oxşama dedi, ağladılar. Amma 7 nəfər ilə apardılar Bəqi qəbristanına. Bunu da deyim inşallah Nuh'a oxuyaq. Amma nə qədər qəlbində istəyim var, hacətim var, mənim bu yorğun canım səsim sənə qurban. Nə qədər ürəyində hacətim var, istəyim var, ay anasının qapısına gələnlər. Ana heç bir balasını əli boş yola salmaz. Anadan istəsin rəvayələr, İstəcinə xanım Zəhradan əli boş yola salmaz. Gətirdi Mevla Əli Zəhranın qəbr evinə. Üzün tutdu o 7 nəfərə dedi, Allah sizdən razı olsun. Siz əlindən tutdunuz əlinin, mən adamsızın əlindən tutdunuz. Siz gedin rahat yatın, çöllərdə sərgərdan mənəm. Siz gedin rahat eviz vardı, evi viran mənəm. Mənim Zəhram əlimdən gedib, üzün qoydu Zəhranın qəbrinə. Belə səsləndi ay Zəhra, dur məni dua elə, mən də ölüm. Zəhra dur məni dua elə, mən də ölüm. Ay Zəhra, ay Zəhra. Amma yuxu tutdu Mevla əlini, aləmi rüyada gördü xanım Zəhra əlləri qoynunda dayanıb. Əli dur ged evə, balalarım öldürdü özün. Hüseyn'ini koyma çok ağlasın Əli. Ses verin ya Hüseyin, məzlumiyyətinə qurban olum. Amma bir kəlmə, ay Ərbəyin ziyarətində olanlar, ay Kərbəlaya amadə olanlar, ağam İmam Hüseynin də adı gəldi. Bir kəlmə, xanım səni 7 nəfər ilə dəfn elədilər. Cənazən yerdə qalmadı, amma gedək Kərbəlaya. 3 gün 3 gecə Hüseynin cənazəsi qaldı gün qabağında. Nə balası oldu gözlərim bağlıyır, nə yarələrim bağlıyır. Aləm sənə qurban olsun Hüseyin. Öldürüblər səni Zəhra,
Zəhra necə mən ağlamayım Öldürüblər səni Zəhra necə mən ağlamayım Qalmışam bir kəs o tənha Necə mən ağlam Öldürüblər səni Zəhra Öldürüblər Ağlamayım Öldürüblər səni Zəhra Ağlamayım Qalmışam bir kəs o tənha Necə mən ağlamayım Vaqiyə ilə öldürüblər Qalmışam bir kəs o tənha Necə mən ağlamayım Öldürüblər, öldürüblər Eşqlə öldürüblər səni Zəhra Qalmışam bir kəs o tənha Gəlin qabağa, qurban olun, buranı boş saxlamayalım. Gəlin qabağa, bura gəlin. Kəs o tənha, necə mən ağlamayım, öldürüblər səni Zəhra. Qalmışam bir kəs o tənha Namayım qəm üstən yaralı qəlbimə Zəhra qalanır Vay mənə sən yıxılan küçədə sani dolanır Zülfü qari çəkə bilməm Ürəyim parçalanır Bir belə səhnədə aya Necə mən ağlamayım Öldürüblər Ağlamayım qalmışam Ağlamayım qalmışam bir kəs o tənha Ayım qüdrətim vardır sənin qanu vesanidən alam Zülfü qari ilə şərər hər məni əhdaya salam Vəli tapşırdı Peyyəmbər Əli qoynunda qalan Səbr edəm din ola əhya Necə mən ağlamayım Öldürüblər Ay maşallah öldürüblər Qalmışam bir kəs o tənha Qalmışam ağlamayım Mənzilim sənsiz olub Beytül Həzəm Fatimə can Öz evimdə gecələr Ağlayabilməm ucada
Zahra gitme dayan, Sevrim oldu talan, Heydər avara kaldı. Zahra gitme dayan, Sevrim oldu talan, Heydər avara kaldı. Məndə yoxdur tavan, sensiz önlem inan, Heydər avara kaldı. Ayrılıqdan sinesin dağlar əli, evde sensiz. Ay maşallah, siz geceler ağlar əli, ayrılıqdan. Ay maşallah, evde sensiz. Ağlar əli Zəhra bilməmişəm, eyvay bilməmişəm, əşkin silməmişəm, bu göyərmiş üzündən. Dərdin oldu ələm, ta ki öpdü Həsən, qana batmış gözündən. Gördüm ağlar, öz ilə çalışır, gördüm ağlar, öz ilə çalışır xəlvətində. Ağır əldən danışır xəlvətində, ağır əldən danışır ayrılıqdan. Sinesin dağlar əli, ayrılıqdan. Sinesin dağlar əli, Evdə sənsiz, bundan da uca ağlar əli, evdə sənsiz. Sinə vur, sinesin dağlar əli, ayrılıqdan. Sinesin dağlar əli, evdə sənsiz, gecələr ağlar əli. Geceler ağlar elin sensiz, hem nefesin alemdir qəfəsin, Heydər avara kaldı. Səbri eyləyirəm, ömrin eyləyirəm, Heydər avara kaldı. Qəlbimi mən gərək üzründə bölüm, qəlbimi mən gərək üzründə bölüm. Dur dua et, sən ilə məndə ölüm. Dur dua et, sən ilə məndə ölüm ayrılıqdan. sinesin dağlar əli, ayrılıqdan. Sinesin dağlar əli, Geceler ağlar əli, evdə sensiz. Geceler uca ayrılıqdan. sinesin dağlar əli, ayrılıqdan. Sinesin dağlar əli, evdə sensiz. Geceler ağlar əli, Siz ağlar əli, əmoğluvam aç gözünü, əmoğluvam aç gözünü, faş elə dildən sözünü, gizlətmə məndən üzünü. Zəhra, Zəhra, qam yığışıb qəmli dilə, var yeri qəddim dökülər, ölmək sənə tezdir hələ. Zəhra, Zəhra, Fatimə tezdir hələ, Heydəri tək qoyma belə. Fatimə tezdir hələ, Heydəri tək qoyma
qoyma belə rəhm elə qürbətüvə qoyma belim tez bükülə rəhm elə qürbətüvə qoyma belim tez bükülə Zəhra Zəhra əllərimi qaldır Zəhra 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 bundan da uca Zəhra Zəhra qüssə məni gəhdin dilə var yeri Heydərdə ölə qüssə məni gəhdin dilə var yeri Heydərdə ölə dur evimi yıxma belə Zəhra Zəhra bəsdi bu dərdəliyə rəhm elə bu qəmzəliyə qolum yaxındır qapıya Zəhra Zəhra çox çətindir kişiyə məhrəmini gər döyələr göz qabağında əyalın döyələr öldürələr göz qabağında əyalın döyələr öldürələr Zəhra Zəhra uca Zəhra Zəhra uca Zəhra 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 əşhədü ənə əliyyən vəliyullah əşhədü ənə əliyyən vəliyullah Əşhədü ənə Yullah yenə yer göyce yenib qavra gəlib qəm gecəsi yetişib Həzrət-i Zəhraya bu matəm gecəsi hər ilin əvvəli əyyam hər ilin əvvəli beyyətdir bu əyyam gecəsi qara pərçəmdən öpüb and içəri qara pərçəmdən öpüb and içəri biz Hüseynə görə candan keçərik biz Hüseynə görə candan keçərik ya Zəhra əşhədü ənə əli əşhədü ənə Vəliyullah ağamın adına qurban adı izzətdir bizə o mübarək adı şəxsiyyəti neymətdir bizə doymarıq kər bu bəladan doymarıq kər bu bəladan ora cənnətdir bizə qoymarıq boş qala şahın hərəmi qoymarıq boş qala şahın hərəmi Ra tutarıq başımız üstə ələmin Ra əşhədü ənə əliyyən vəliyullah Əli 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 əşhədü ənə əliyyən Ay ağamın verdiyi qurbanlarına and olsun o mütəhhər dökülen qanlarına and olsun
olsun. Bir kəfən dəfn olunan canlarına and olsun. Hər məhərrəm qara köynək geyərik. Ra hər məhərrəm qara köynək geyərik. Ra biz Hüseynə görə candan keçərik. Ra biz Hüseynə görə candan keçərik. Ra əşhədü ənnə əliyyən vəliyullah əli. Yen veliyullah, eşhedü enne yen veliyullah, menem Kerbela, alemdar Hüseyin, menem Kerbela. Eşkler Hüseyin, منم عباس علی ابن ابی طالب صفدر، منم ماه منور، منم شیر دلاور، منم ساقه ساغر، منم یک رن لشکر. Denen Kufədə Heydər yolunu gözləməsinlər. Bugün Kərbəlada mənəm Heydər digər, mənəm Fatih Xeybər. Nefesini eyledi taze, dolandırdı üzün. Hüseyin can Mevlana Hüseyin, منم کربلا علمدار حسین، منم حسین. حتی قامت قیامت uca قامتی واردی، güzel heybeti vardı, acab cüreti vardı. Körüblər biləyində betər qüdrəti vardı, körüblər biləyində betər qüdrəti vardı. Qaçanlar yıxılıb səs verəcək zərbəti vardı. Əbəl fəzli Əlidir, Əbəl fəzli Əlidir, Əli qeyrəti vardı, nə xoş izzəti vardı. Mənəm Kərbəla, منم کربلا علمدار حسین، منم کربلا علمدار حسین. جبرازش کربلا علمدار حسین، منم کربلا علمدار حسین، منم کربلا علمدار حسین، منم کربلا علمدار Hüseyin. Oyan oyan yaralı Zəhra, oyan oyan yaralı Zəhra, sənə fəda vəfalı Zəhra, sənə fəda vəfalı Zəhra. De qurban olum. Oyan oyan can, oyan oyan yaralı Zəhra, sənə fəda, sana fəda vəfalı Zəhra. Bundan da ucalı. Oyan oyan, oyan, bəqidə deyəsən inşallah. Sana fəda vəfalı Zəhra, Zəhra peyğəmbərin gülü saraldı.
Səmaya şöyle tez ucaldı, Peyğəmbərin gölü saraldı. Səmaya şöyle tez ucaldı, Yumub gözünü mahipare, Bu qüssədən əli qocaldı. Yumub gözünü mahipare, Bu qüssədən əli qocaldı. Oyan oyan yaralı Zəhra, eşqivə qurban, Sənə fəda vəfalı Zəhra. Oyan oyan yaralı Zəhra, Oyan oyan yaralı Zəhra, Sənə fəda vəfara, Sənə fəda sinə vural. Çətin zamanə oldu Zəhra, Əli divanə oldu Zəhra. Çətin zamanə oldu Zəhra, Əli divanə oldu Zəhra. Bu əhli kinə bir vəfadır, Fədək bəhanə oldu Zəhra. Bu əhli kinə bir vəfadır, Fədək bəhanə oldu Zəhra. Oyan oyan yaralı Zəhra, Can sənə fəda vəfalı Zəhra. Zəhra oyan oyan, qurban olaram Zəhra, sənə fəda vəfalı Zəhra. Fəda vəfalı Zəhra, Günüm dönübdü Şam-ı Tavrə, Üz tutmuşam pərverdigara. Ey kaş öləydim görməyəydim, Zəhra sənin sinəndə yarə. Ey dilbəri dilbəndi taha, Yox taqətim bu dərdə əsla. Fələk məni bir dərdə saldı, Çarəm mənim ölümdü Zəhra. Fələk məni bir dərdə saldı, Çarəm mənim ölümdü Zəhra. Oyan oyan yaralı Zəhra, Zəhra sənə fəda vəfalı Zəhra. Zəhra bir də ucalı. Oyan oyan, Oyan oyan yaralı Zəhra, Sənə fəda vəfalı Zəhra. Fədalı Zəhraya. Hüseyn deyir hər ayə tez gəl, Hüseyn deyir hər ayə tez gəl, O qan dolu minayə tez gəl, O qan dolu minayə tez gəl. Öpər sənin ayaqlarından, Deyər ki Kərbəlaya tez gəl, Deyər ki Kərbəlaya tez gəl. Oyan oyan yaralı Zəhra, Sənə fəda vəfalı Zəhra, Sənə fəda vəfalı Zəhra. Oyan oyan yaralı Zəhra, Sənə fəda vəfalı Zəhra. Fəda vəfalı Zəhra. Seyli bəla gülzarə düşdü, Güllər cəfayı xarə düşdü. Zəhra gəlirdim indi evdən, Nagah gözüm mismarə düşdü. Haznarı hizranə alışdır, Zəhra əlini bir danışdır, Zəhra əlini bir danışdır, Nolar əlini bir danışdır. Oyan oyan yaralı Zəhra, Yaralı Zəhra, Yaralı Zəhra. Lebbeyke ya Hüseyin, Lebbeyke ya Hüseyin, Lebbeyke ya Hüseyin, Lebbeyke ya Zəhra, Lebbeyke ya Zəhra, Lebbeyke ya Zəhra.
Salavat Muhammed Ali Muhammed. اللهم صل على محمد وآل محمد. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. السلام عليك يا مولاتي يا سيدتي يا فاطمة الزهراء يا بنت رسول الله يا حجة الله على خلقه يا سيدتنا ومولاتنا. إنا توجهناك واستشفعناك وتوسلنا بك إلى الله وقدمناك بين يدي حاجاتنا يا وجيهة عند الله. يا وجيهة عند الله اشفعي لنا عند الله. يا أرحم الراحمين يا أحكم الحاكمين يا أبصر الناظرين يا رحمن يا رحيم. İlahi Perverdigara ağladı ya inki qəmgin olduq. Bu gözyaşlarımızı bizden riyasız ihlasla kabul elə. İlahi dergahı açılan ellerimizi naumuz sinemze kaytarma. İlahi kalbimizden kini, küdureti, şeytaneti, vesveseni kenar elə. İlahi cemiyetimizi, halkımızı birbirine rauf mehriban elə. İlahi bu ezanı, bu taziyeni bizden kabul elə. İlahi dünya ve ukbada bizi Kur'an ve Ehl-i Beyt aleyhimusselamlardan ayrı salma. İlahi meriz ve merizelerimize şifaya acil inayet ile. Evladı olmayanlara evladı salihin ata ile. İlahi cümle şehitlerimize rahmet ile. Atalarına, analarına, ailelerine sabr-ı eyyubi keramet ile. İlahi gazilerimize acil şifa merhamet ile. İlahi eskerlerimizi ağla geler gelmez hata beladan amanda sakla. İlahi ağamız imam-ı zamanın zuhurunda tacil ile. O Hazretin Nazenin kalbini bizlerden razı eyle. Bizleri o Hazretin sadık dostlarından ve sirdaşlarından karar ver. İlahi Bakiyetullahul Azam'ın gelişiyle yeryüzünü hakla, adaletle berqarar ile. İlahi bizleri bağışlamamış dünyadan aparma. Bismillahirrahmanirrahim. Allahümme kulli
وليك الحجة ابن الحسن صلاتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. İnşallah ölenlerimizin ruhu şad, şehitlerimizin ruhu şad. El-Fatiha ma'as-salavat. Allah qəbul eləsin. Cəmalı, kəmalı Muhammedə salavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. Mevlamız İmam Zaman Aleyhisselamın tacili zuhuruna xatir salavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. Cəmiyyən xəstələrin acil şəfa tapmalarına xatir salavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. Qazilərimizin salamatçılığına, acil şəfa tapmalarına salavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. Əsgərlərimizin salamatçılığına xatir salavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. Sürücülərimizin salamatçılığına xatir salavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. Zindanlarda olan məhbusların, müşkillərin həll olub, tezliklə azadlığa qovuşmalarına xatir salavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. Sökanın arxasında əyləşən cəmiyyən sürücülərimizin salamatçılığına xatir salavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. Övlad arzusunda olan ailələrimizin tezliklə əməl salih övladları olmasına xatir salavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. Ustadı müəllimlərimiz, valideynlərimiz, qonşularımız, ağsaqqal ağbirçəklərimiz, beyvarislər, bədvarislər, boynumuzda haqqı olan kimsələri salavatla yad eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. İmanımızın möhkəmlənməsi, şeytanın bizdən naimid olmasına xatir, özlərimizin, ailələrimizin salamatçılığına və dünyasını dəyişən əmvatlarımıza xatir salavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. Hazır rəhbərlik elədi, məclisin girişatına, moizəsi ilə könlümüzü oxşadı. Allah ondan razı olsun. Acının, özünün, ailəsinin salamatçılığına xatir, ömrünün, elminin daha da bərəkətli olmasından ötəri, dünyasını dəyişmiş ata-babalarının, ənvatlarının istirahət ruhuna xatir salavat zikr eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. Gələ bilməyib ürəyi, qəlbi bizlə bir yerdə burada olan insanları da salavatla yad eləyək. Allahumma salli ala Muhammed və ali Muhammed. Allah qəbul eləsin. Allah qəbul eləsin. Kərbəlayı salavat zikr elətdirdi. Özünün, ailəsinin salamətliyi üçün əmvatının ruhuna salavat zikr eləyək. Allahümmə salli ala Muhammed
və ali Muhammed. Allah Teala bu dünyada və axirətdə də bizləri Qur'andan, Əhl-i Beytdən ayırmasın. İnşallah Fatimə Zəhranın şəfaətini bizlərdən binəsib eləməsin. Salavat şükür eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Allah cavanlarımızı axır zamanın fitnələrindən qorusun. Salavat şükür eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Hacı Eldayaq ağa rəhbərlik elədilər, bu məclisi keçirdilər. Allah Teala onun elmini, helmini artıq eləsin, ömrünə bərəkət versin, Allah canını sağ eləsin, özünün, ailəsinin salaməti üçün, əmvatın ruhuna salavat şükür eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Allah qəbul etsin.